Əziz traderlar, hər birinizi xoş gördük. Növbəti təlim videomuza keçdik. Deməli, uşaqlar, bugünkü təlim videomuzda biz lot və pipslər nədir bu haqqında müzakirə eləyəcəyik. Çünki mən çox görürəm ki, bu haqda məlumatlar çox azdır və biz bundan yararlana bilmirik. Məlumat az olduğuna görə biz ümumiyyətcə əməliyyat açanda lotları, yəni risk idarəçiliyimizi necə etməliyik? Pipsləri, yəni qazandığımız mənfəət pipsimizə görə nə qədər olmalıdır və ən əsası isə bizim açdığımız əməliyyatda biz məbləğ olaraq deyil, biz pips olaraq stop loss və ya take profitləri təyinatını etməliyik. Bu ticarət sayəsində belədir. Yəni bunu bilməyib işləmləri görən insanlar da bilməlidirlər. Stop loss səviyyələri nə qədər olmalıdır? Yəni stop lossları biz pipsə görə hesablamalıyıq, hansı qiymət səviyyəsində olmalıdır və biz burada pipsə görə nə qədər zərər edəcəyik və yaxud da ki, nə qədər mənfəət, nə qədər take profit edəcəyik. Bunu bilmək lazımdır bizə. Biz birinci növbədə uşaqlar, ticarət sahəsində yanaşmada bizə əlbəttə ki, kapitalımıza görə lotlarla ticarət edirik. Yəni bildiyimiz kimi lot bizim əməliyyatımızın həcmidir. Pips isə qiymətimizin dəyəridir bizim üçün. Yəni açdığımız mənfəətə uyğun və yaxud da ki, stop lossa uyğun pipslərlə biz hesablayırıq həm karımızı, həm ziyanımızı. Bizə lazım olan, deyək ki, bir lotluq işləmdə, hal-hazırda mən sizə gold üzərindən izah eləyəcəm və digər valutələr, cütlüklər fərqi yoxdur, hər hansı səhmdə ticarət edirsə, buna uyğun hesabatları apara bilərsiniz rahat şəkildə. Və deyək ki, 0.10 lotluq və 0.1 lotluq. Yəni bunlar əlbəttə ki, bizim kapitalımıza görə dəyişir. Kapitalımız nə qədər böyükdürsə, böyük həcmdə lotla ticarət edə bilirik. Kapitalımız balacadırsa, azdırsa, biz xırda lotla ticarət etməliyik. Bizim üçün ticarət sayəsində lot bizim üçün hesablanır pips dəyərimizə görə. Deyək ki, gəlin hal-hazırdakı vəziyyətə uyğun. Sonra pipslərin necə hesablanmağını sizə izah eləyəcəm. Deyək ki, bir pips dəyəri uşaqlar bərabərdir bir lotla işlem açırıqsa 10 dollara. Yəni bu gold ticarətində bu qaydadadır. Eyni qaydada 0.10 lotla ticarət edəndə bir pips dəyəri uşaqlar, bir pips dəyəri bərabərdir bizim üçün 1 dollara. Və yaxud da ki 0.01 lotunun, ən xırda lotunla ticarət ediriksə, bizim üçün bərabərdir uşaqlar. Yəni bir pips dəyərimiz bərabərdir bizim üçün 0.10 sentə. Yəni biz 100 pipslik bir ticarətdə 100 pips bir profit əldə etmişiksə, biz bir lotla işlem açsaq, biz 1000 dollar kar əldə edəcəyik. 100 pipsə. Aydın 100 pipslik bir kara 1000 dollar xeyir götürmüş olduq. Və yaxud da ki 0.10 ilə ticarət ediriksə, 0.10 lotla ticarət ediriksə, yəni bir işlem açmışıqsa, biz 100 pipsə uşaqlar 100 dollar əldə edirik. Biz əgərlər 0.01 lotla işlem açmışıqsa, biz buradan uşaqlar 100 pips dəyərinə biz 10 dollar mənfəət götürmüş oluruq. İndi isə pipslər necə hesablanır? Deyək ki, bunları silək. Deyək ki, qiymətimiz goldun hər hansı bir qiymət deyək. Deyək ki, bizim qiymətimiz 4.123-dür və belə deyək. Və kənarda bu üçün normal çəkək. Və ondan sonraki rəqəmlər, deyək ki, hər hansı bir rəqəm deyək, 99 olsun. Bizim bu rəqəmimiz uşaqlar mikro pipslərdir və burada 9 olduqda 9 pips dəyəridir. Yəni belə gedir. Birlik, onluq, yüzlük, minlik. Bu şəkildə gedir bizdə. Deyək ki, hal-hazırdakı qiymətimiz budur və biz long işlem açmışıq. Qiymətimiz gəlib 4.120 deyək ki, olub 8. Burada da eyni qaydada da olsun 99. Fərqi yoxdur. Gəlin belə deyək, çaşbaş qalmayasınız deyə bunları hesablamasını eləməyək, 0-0 eləyək. Sonra izah eləyəcəm geniş. Hal-hazırda biz long əməliyyatı açmışıq və bizim burada mənfəətimiz nə qədər olmalıdır? Uşaqlar, bunlar birlik olduğuna görə, məsəl üçün bu 9 olanda 9 pips alınır.
bu 8-dirsə, bu 9 olanda artıq 10 pips adlanır. Yəni bu rəqəm dəyişdikdə, bu rəqəm 9 olduqda biz 10 pips kar əldə edirik. İndi bizim hesabatımız bu şəkildə olmalıdır. Deyək ki, biz 23-də açmışıq, 123-də əməliyyat açmışıq, long əməliyyat açmışıq və qiymətimiz gəlib 128-ə çatıb. Və biz buradan 50 pips kar əldə etmiş oluruq. Çünki 3-ün üzərinə 8 qeyd olunanda, yəni bizim burada uşaqlar üzərinə 5 həcm gəlib. Yəni 50 dollar. Çünki bu onluqdur. Aydındırmı? Burada bir rəqəm dəyişəndə onluq kimi hesablanır. Yəni buradakı rəqəmlər, məsəl üçün deyək ki, qiymətimiz hal-hazırdakı buradakı rəqəm 1-dirsə, növbətisi də 1-dirsə, fərqi yoxdur. Bu artıq 1 pipsdir. Bu qiymət 2 olanda artıq 2 pipsdir. Yəni buradakı 99 olanda növbəti hədəf bura dəyişəndə avtomatik olaraq 10 pips kar əldə edirik. Yəni biz açdığımız əməliyyat deyək ki 0.123-dən işlem açmışıqsa, biz artıq 4.128-də isə biz 50 pipslik kar əldə etmiş oluruq və bunu da bu şəkildə hesablayırıq və digər valyuta cütlükləri, səhmlər fərqi yoxdur. Kriptolar harada ticarət edirsinizsə, uşaqlar, əlbəttə ki, lotla işlem edirsinizsə, bu şəkildə hesablanır. Yəni bizim stop loss təyinatlarımız, profit təyinatlarımız isə məbləğlə qoyulmalı deyil, çünki biz pipsə görə kar əldə edirik. Əlbəttə ki, indi müəyyən bir əməliyyat qrupundasan və əməliyyat qrupunda gündəlik sənə 200 pipslik bir pips karı verirlər və sənin buna girdiyin lotla, yəni kapitalın necə icazə verirsə və ya sənin lot bölgülərin, faiz dərəcələri necədirsə, ona uyğun. Deyək ki, mən buna 200 pipslik bir karı mən bir lotla girirəmsə, mən 2K, yəni 2000 dollar bir xeyir götürürəm. Bir lotla işlem açıramsa. Amma mən 0.10 lotla işlem açıramsa, mən avtomatik olaraq 200 dollar götürmüş oluram. Mən ən xırda lotla işlem açıramsa, bir lotla mən 20 dollar kar əldə etmiş edirəm və bu gold ticarətində bu qaydada hesablanır. Bunu da nəzərinizdən çıxartmayın. İndi biz necə stop loss, take profit zonalarının təyinatını edirik? İşlem açdıqda, deyək ki, hər hansısa bir işlem açırıq. Deyək, buy işlem açırıq və biz 1-in 2-yə strategiyasından istifadə edirik. Zərərimizi az qoyuruq, mənfəətimizi çox qoyuruq. Biz buradakı pipsləri, burada gördüyümüz qiymətə görə təyin edirik. Yəni biz deyək ki, hal-hazırdakı vəziyyətdən gəl hardasa burada bir rəqəmdən təyinat götürək. Deyək ki, biz 56-dan long əməliyyat açacağıq və burada bizim stop loss təyinatlarımız var. Biz qiyməti əgərləri qoysaq 44 səviyyələrinə qiymət qoysaq, deyək ki, 44 səviyyələrinə qiymət qoyuruq. Biz 56-dan işləmə daxil olduğumuz tədbirdə stop loss təyinatımız bizim 44 səviyyəsində olduğuna görə biz buradan uşaqlar 100 pipslik bir zərər edirik. Profitimizi isə biz qoysaq 4000 0.75-ə qoyduqda biz deyək ki, qiymətə daxil olmuşuq. Uzun məsafə etməyə, yaxın məsafə edək. Hamımıza lap uzun olsun, məsafə olsun, fərqi yoxdur. 80-də qoyaq. Deyək ki, biz qiymətimizi 0.80-də qoymuşuq və biz qiymətimizə daxil olmuşuq 0.56-dan daxil olmuşuq. Və biz burada kar olaraq 80-da girdiyimizə görə bu şəkildə hesab edirik. Biz qiymətə daxil olmuşuq 4.056-dan daxil olmuşuq. Biz stop loss təyinatımızı bu şəkildə qoymuşuq. 0.044-ə qoymuşuq. Profit təyinatımızı isə qoymuşuq. Deməli, 4.080-də qoymuşuq. Və biz necə hesablayırdıq? Yəni, buradakı mikropipsləri hesablamırıq öz yerində. Buradakılar mikropipslər öz yerindədir. Biz hazırki vəziyyətimizə görə buradan hesabat götürəndə uşaqlar biz 100 pipslik bir ziyan qoymuşuq. Ziyanımızı təyin etmişik. Biz qiymətə buradan daxil olmuşuq. 0.56-dan qiymətə daxil olmuşuqsa, bizim qiymətimiz 80-da çatıbsa, biz buradan 240 pipslik bir kar qoymuşuq, hədəf qoymuşuq. Bu da ona deməkdir ki, biz 1-in 2-yə qoymamışıq qiyməti, biz 1-in
2 yarısına belə bir şey qoymuşuq. Yəni 1-in 2-dən biraz üst səviyyəsinə qoymuşuq uşaqlar. Take profit zonamızı və biz buradan nə qədər kar əldə edəcəyik? Baxın, bu önəmlidir. Yəni biz burada bir daha nə qədər kar əldə edəcəyik? Bizim burada girdiyimiz lotlar önəmlidir. Yəni biz buradan 0.10 lotla işləmə girsək, $100, 100 pipsə $100 itirmiş oluruq. Əgərləri profit olsaq, biz $240 qazanc əldə etmiş oluruq. Əgərləri biz qiymətə 0.01 ilə girmiş olsaydıq, $24 qazanc əldə edəcəkdik, $10 itirəcəkdik. Belə bir şey də var. Tək burada qiymət 0.10 lotla deyil. Yəni biz bu lotları kiçiltsək, bu lotlar üzərində dəyişim etsək, qiymətimiz ona görə hesablanır. Yəni biz qiymətə 0.20 ilə girsək, yəni 2 ilə 0.2 ilə girsək qiymətə, biz artıq uşaqlar $480 qazanmış olacağıq. Yəni bu qaydada hesablanır. Bizim itkimiz isə $200 olacaq. Yəni biz hesabat edəndə bu şəkildə hesab edirik. Pipsimizə görə ziyanımızı hesablaya bilirik. Yəni sənin əməliyyata girdiyin lotla sənin pipsivə görə qiymət hesablanır və bu da sənin kapitalına görə dəyişir. Yəni sənin kapitalın böyükdürsə, böyük lotla ticarət etsən, böyük qazanc əldə etmiş olacaqsan. Amma sən kiçik lotla ticarət edirsənsə, pipsin 200, 300, 400 pipslə kar əldə etsən, qazancın da azalacaq. Yəni sən 400 pipsli bir kar mənfəət götürsən, sən avtomatik olaraq 0.01 ilə işləmə girdiyinə görə sən $40 kar əldə etmiş olacaqsan. Əgərlər sən 0.02 ilə girsən, $80 kar əldə etmiş olacaqsan. Sən 0.03 ilə girsən, sən $120 kar əldə etmiş olacaqsan. Bu qaydada hesablanır. Ona görə uşaqlar, bu hesabatı sizə dedim ki, siz ticarət etdikdə bunları da bu şəkildə hesablayın ki, siz ticarət sayəsində nəyi necə etdiyinizi bilə bilərsiniz. Stop loss təyinatınızı nə üçün qoyursunuz və stop loss təyinatları hansı bölgədə olmalıdır və sənin zərərin nə qədər olmalıdır, profitin nə qədər olmalıdır. Yəni adətən zərərlərimizi kiçiltmək lazımdır, mənfəətimizi çoxaltmaq lazımdır. Ticarət sayəsində də elə girişlər etmək lazımdır ki, biz mənfəəti daha çox böyük götürə bilək, zərərimiz isə az olsun. Əlbəttə ki, burada risk və balans idarəsi önəmlidir. Uşaqlar, çalışın bunlara düzgün riayət edin və bu arada da bizim ödənəksiz kurslarımıza qoşula bilərsiniz. Məqsəd burada özümüz üçün trader yetişdirməkdir. Heç bir başqa bir mənfəətimiz yoxdur. Biz özümüzün də əməliyyat qrupumuz var. Biz uşaqlar belə deyək, aylıq 8000-ə yaxın pipsli bir kar əldə edirik. Zərərimiz olur, maksimum zərərimiz 800-900 1000 pipsə qədərdir zərərimiz. Mənfəətimiz çoxdur. Yəni bizim həftəlik nəticələrimiz 1200-1500 arasında dəyişir. Ziyanlarımız həftəlik, biz həftəlik hesablayırıq daha çoxsun. Həftəlik ziyanlarımız olur 200, 160, adətən 70 də olur. Yəni həftə içərisində 1-2 stopumuz olur, qalanları profit olur. Və burada da bizim əməliyyat qrupudur. Açıq şəkildə göstərirəm ki, yəni biz hər şeyi düzgün və qanunlu şəkildə edirik. Biz burada kiminsə aldatmırıq və hətta bizim burada əməliyyat qrupunda belə sessiyaları biz paylaşırıq. Sessiyalarla bağlı paylaşımlar edirik. Biz hətta xəbərləri burada paylaşım edirik. Yəni hər hansı bir sessiya açılanda London sessiyası başladı, xəbərdarlıq edirik ki, öz başınıza girib hesabınızı partlatmayasınız. Biz hər bir şey etmişik. Yəni ən güclü sessiyaları paylaşım edirik. London sessiyası və New York sessiyasında paylaşımların qabaqcadan məlumat olaraq deyirik ki, bunu nəzərinizdən qaçırtmayasınız. Ödənişsiz akademiyamıza qoşulmaq üçün uşaqlar artıq 4-cü qrupumuzu aktivləşdirmişik. Siz də qoşulub bizimlə təcrübə toplaya bilərsiniz. Kurslarımız uşaqlar canlı yayım şəklində olur. Həftənin 1-ci gündən 5-ci günə qədər olur və 3 ay olur. Qoşulmaq istəyən olsa 4-cü qrup artıq aktivdir. Burada bizim 1-ci qrupumuzda olan üzvlərdir. Yəni burada məlumat olaraq bir paylaşımlar edirik, analiz edirik. Dərsin video materiallarını burada paylaşırıq. Dərsdə nələr danışırıqsa burada video material olaraq paylaşım edirik. Artıq bizim 1-ci, 2-ci, 3-cü qruplarımız mövcuddur uşaqlar. Hələ ki 3-cü qrupun dərsləri keçir bizdə. 1-ci, 2-ci qrupun dərsləri davam edir. Hal-hazırda 3-cü qrupun dərslərindəyik. Bu ay başlamışıq dərslərimizə. 4-cü qrupa qoşulmaq istəyənlər uşaqlar 4-cü qrupu artıq aktivdir. İnsanlar buraya yer alırlar və çalışın siz də qoşulun, siz də bu faydadan yararlanın, siz də bu məlumatlardan yararlanın.
və dərsdə hər şey real şəkildədir. Dərsimizə qoşulun, siz də bizimlə birlikdə öyrənin, siz də bizimlə birlikdə qazanın və ən önəmlisi isə bizim VIP qrupumuz ödənişsizdir. Sadəcə bizə yazın, ətraflı məlumat verək. Oldu uşaqlar, özünüzə müğayət olun, əsl sağlam olun, sağlam qalın. Bacardığımız qədər köməkliyi göstərəcəyik sizə. Allaha əmanət.